Turbo yoxsa sadə mühərrik? Mən benzin mühərrikdən danışıram, yəni dizeldən yox. Bax, bu sualı hər gün yazırlar bizim mesaj qutumuza. Qardaş, əgər yaxşı sürət, performans istəyirsənsə, düşünmədən əlbəttə ki, turbo benzin. Amma nəzərə almalısan ki, maşının motoru yüksək təzyiqli püskürməyə sahibdir və tökdüyün yağ şəngülüm yağ olmamalıdır. Məsələn, PAO tərkibli yağ. Burada reklam zad yoxdur. Görürsünüz, heç bir yağın adını çəkmirəm. Tərkibdən danışıram. Bu əsas məsələ. İkinci məsələ də əlbəttə ki, benzin. 92 benzinlə istədiyin rıvoku ala bilməyəcəksən. Yəni, bunu unut. Maşın yaxşı qaçmayacaq. Çox vaxtı yazırlar, qaqa, benzinin turboya nə dəxli var? Motorda ideal sovruma gücü yanacağa bağlıdır. Porşenlərin başı niyə qaralır, bədbəxt gününə düşür? Yanacaqdan. Süzülməsi yaxşı getməyəndə, istər turboda, istərsə də sadə motorda motorun ömrünü qısaldırsınız. Bununla yanaşı da turbo mühərrik istədiyiniz kimi yerimir. Turbo mühərrikə dırnaq arası yanaşsaz sizi bir dəfəyə normalni xərcə salacaq. Fərz eləyin ki, turbo dizel mühərrikdən söhbət gedir. Turbo mühərrik super bir şey olsa da, yəni pis yağ tökən kimi yağ yeməyə başlayacaq. Bax, bu məsələ də var. Çünki turbo mexanizm mühərrikdən böyük güc istəyir. Orada da oktan gücü az olanda, yağ da düşbərə yağı olanda istədiyi performansı ala bilmir. Sadə motor isə elə adından da, yəni eşitdiyiniz kimi sadə mexanizm üzərində qurulub. Tökün 92 benzini, çapın getsin. At gücü az, resursu da çox, yəni ömrü. Amma yanacağa qənaət olmayacaq. Yəni ağına qarasına baxmayacaq. Bax, bunu da deyim sizə. Motor böyük, amma getməyi də yox. İndi özünüz fikirləşin. Hansı yaxşıdır? Sadə yoxsa turbo?